Esselamu Aleyküm və Rəhmətullahi və Barakatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, əziz izləyicilər, ilk öncə özümə, sonrasını hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Ta'ala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi əmr edirsə, o şeylərdən uzaqlaşmaqla bu sifəti qazanmaq olar, dəyərli dinləyicilər. Tarix boyu din düşmənləri, İslamın əleyhinə təbliğat aparanlar, İslamın yayılmasını gözü götürməyənlər, kafirlər, dinsizlər, ateistlər, agnostiklar bu günləri çıxıb, dırnaqarası ilahiyçilər, hansı ki, çalışıblar ki, bu İslamın yayılmasının qarşısını müxtəlif üsullarla alsınlar. Buna görə ürək bulandıran təxribatlar aparıblar, təbliğatlar aparıblar. Lakin, yenə dediyim kimi, onlar ürək bulandırmadan başqa bir şeyə nail ola bilməzlər və olmayıblar da heç vaxt. Əksinə, Allah Taala onların İslamın əleyhinə apardıqları təbliğatı əksinə dəvətə çevirib. Çünki nə qədər çox İslamın əleyhinə təbliğat aparılıbsa, bir o qədər də İslam daha da çox yayılıb. Ona görə də Allah Taala buyurur ki, onlar Allahın dinini öz ağızları ilə söndürmək istəyir. Yəni Allahın nurunu söndürmək istəyirlər. Lakin Allah Taala nə buyurur? Kafirlər istəsələr də, istəməsələr də belə bu din tamamlanacaq və qiyamətə kimi gedəcək. Ona görə də bu günləri Qərb, Amerikaya baxsanız, Avropaya baxsanız, xristiyan kafir ölkələrine baxsanız görərsiniz ki, İslam necə də sürətlə yayılır. Çünki ağıllı insanlar, oxumuş, savadlı insanlar bu kitabı bir dəfə oxuduqda dərhal bu kitaba valeh olurlar. Bu kitaba bağlanırlar, Quran-ı Kərimə. Buna görə də İslam bu cürə sürətlə yayılır. Sözsüz söz gözü götürməyən insanlar həmişə olacaq və onların apardığı təbliğatlardan biri də Allahın kitabına qarşıdır ki, Quran-ı Kərim yəni orijinal deyil, sonradan Allah Rasulü tərəfindən yazılıb və s. kimi görürsən ki, cılız şübhələr gətirilir və istəyirəm bu günləri Quran-ı Kərim barəsində danışır və sonda bir neçə videonu qoyacağım, hansı ki, İngiltərənin Birmingham şəhərində Allah Rasulü sallallahu aleyhi ve sellemin sahabələrinin əli ilə yazılmış Quran-ı Kərimi göstərəcəm. Dəhşətə gələcəksiniz. Allahu Akbar. Bilirsiniz ki, qardaşlarım, Allah Taala Allah Rasulü Muhammed sallallahu aleyhi ve sellemə 23 illik peyğəmbərlik verildiyi dövrdə Quran-ı Kərimi Cəbrail əleyhissalam vasitəsilə 23 il ərzində ayə və ayə nazil etmişdi Allah Rasuluna, vəhiy yolu ilə. Və vəhyin də müxtəlif yolları var və bu barədə ayrıca dərs keçmək olar. Və Allah Rasulü də sallallahu aleyhi ve sellem yazab oxumağı bacarmadığı üçün, ona görə də bu günləri bu dinsizlər Allah Rasulundan səhv tapa, yəni İslam dinində səhv tapa bilmirlər. Niyə? Çünki Allah Rasulü yazıb oxumağı bacarmıyor. Yazıb oxumağı bacarmıyor. Yəni yazıb oxumağı bacarsaydı, onda kafirlərin əlində bir, yəni əllərində bir dəlil olardı ki, hə, Allah Rasulü bu kitabı özü yazdı. Subhanallah. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellemə vəhiy yolu ilə gəlir ayətlər və o da öz sahabələrindən bunu deyirdi və sahabələr də kağız, qələm götürüb öz qeydlərini aparardılar. Bu ayətləri dəri üzərində, kağız üzərində qeyd eləyərdilər. Və 23 il ərzində ayətlər həm Məkkədə, həm Mədinədə nazil olmuş. Ona görə Məkkə ayələri ayrı, Mədinə ayələri isə ayrıdır. Və Quran-ı Kərim sözünün mənası Quran qara sözündən, yəni oxumaq deməkdir. Kərim isə Allahın adlarından 99 ismindən biridir, kəramətli, səxavətli. Və bilirsiniz ki, Quran-ı Kərim 114 surədən 6236-dan ayədən ibarətdir. Və surələrin təyin olunması, onların adlarının qoyulması artıq Allah Rasulunun zamanında yox, sonradan sahabələrin xəlifəliyi zamanı, Əbu Bakrın, Ömərin, Osmanın, Həzrət Əlinin dövründə artıq onlar tərtib olundu bunlar hamısı. Və tərtibat da sözsüz ki, bütün sahabələrin iştirakı ilə baş vermişdi. Və Əbu Bakr radiyallahu anh'ın zamanında
Quranın toplanmasına əmr verilir və Osmanlıda artıq xilafəti zamanı Quran tam bir hala gətirilir. Tam, yəni bir hala gətirilir. Və bütün müsəlman məmləkətlərə yer üzünə nə edilir? Dağıdılır, paylaşılır yəni. Və qardaşlarım, bu Allahın kitabı, and ol Allaha ki, dəyərli dinləyicilər, yəni bu böyük bir nemətdir ki, Allah Taala bizə bəxş edib, Quran-ı Kərimi. Vallahi ki, biz bu kitabın qədrini bilmirik, dəyərli dinləyicilər. Yəni sözün həqiqi mənasında deyirəm. Vallahi ki, yer üzündə, qardaşlarım, belə bir kitab yoxdur ki, sən o kitabı oxuyanda savab qazanasan. Və deyilsin ki, sən Tolstoyu, nə bilim, bu Aristotelin açıb hansısa bir kitabını oxusun, sən oxuduğuna görə savab qazan. Yəni, belə bir şey yoxdur yer üzündə, qardaşlarım. Ancaq Quran-ı Kərim, Allah Taala hər bir ayətinə görə sənə savab yazır. Hər bir hərfinə görə sənə savab yazır. Əlif, ləm, mim. Neçə dənə hərf oldu? 3 dənə hərf. Hər hərfə 10 dənə savab yazır Allah Taala sənə. Subhanallah, baxın gözəlliyə. Yəni Allah Taala bu kitabı İslam ümmətinə, Muhammed ümmətinə bəxş edib, hədiyyə verib. Və bizlərə də əmr olunub ki, bu kitabı biz oxuyaq. Biz bu kitabı oxuduqca, qardaşlarım, həm dünyamızı, həm axirətimizi də qurtarırıq. Həm dünyamızı xoşbəxt edirik, həm də axirətimizi xoşbəxt edirik. Və həmçinin də dəyərli dinləyicilər, Allah Taala sən bu kitabı oxuduqca Allah Taala sənə mükafat və savab yazır. Çünki Quranın ayətləri möminlər üçün həmçinin də şəfadır. Bu ayətlər isə kafirlərin azğınlığını daha da artırır. Çünki onlar Allahın kitabında səhv axtarmağa çalışırlar. Allah Taala onları daha da azğınlığa salır. Amma Allahın kitabının, Allahın kəlamı olduğu üçün bir hidayət, doğru yol göstərən olduğu üçün sən oxuduğuna görə o ayətlər sənə həm savab yazır, gətirir. Həmçində sənin üçün şəfadır, qardaşlarım. Vallahi ki, biz bu şeylərin dəyərini, qiymətini, böyüklüyünü qiyamət günü görəcəyik. Yer üzündə belə bir kitab yoxdur ki, 14 əsrdə o kitab oxunsun, qardaşlarım. Vallahi ki, deyirəm, yəni mən and içərəm, əslinə qalsa and içmək çox bəyənilmir. Sadəcə o içimdən gələn bir şeydir ki, qardaşlarım, yəni yer üzündə Bibliyanın hafizi yoxdur. Ya tapa bilməzsiniz ki, kimsə desin ki, mən Bibliyanın hafiziyəm. Mən Tövratın hafiziyəm, Zəburun hafiziyəm. Nə bilim, şeir, nağıl kitablar götüründə Nizami Gəncəvinin kitablarının hafiziyəm. Belə bir şey yoxdur, qardaşlarım. Amma Quran-ı Kərimin hafizləri var. Bu günləri yer üzündən Quran kitabı yox olsa, itsə, 10 dənə Quran hafizi yığılsın bir yerə, Allahın kitabını yerindən toplayacaqlar. 14 əsrdir, dəyərli dinləyicilər, bu kitab əzbərlənir. Bu kitab oxunur. Oxunur necə? Hər xütbədə oxunur, imamlar tərəfindən, alimlər tərəfindən istifadə olunur. Quran hafizləri, Quran dərsləri mədrəsələrdə keçilir. Vallahi ki, hidayət olunan hər bir müsəlman evində Quran-ı Kərimi hər gün oxuyur. Ən azından hər gün qulaq asır maşında. And ol Allaha ki, bu kitab insanı bezdirmir. Bu kitab insanı yormur. Dünyada elə bir kitab yoxdur ki, o kitabı bir dəfə, 2 dəfə oxulandan sonra səni yormasın və qoyursa onu bir kənara. Amma Allahın kitabı elə deyil. İllərlə oxuyursan, əsrlərlə oxuyursan, ölümünə qədər oxuyursan. Amma səni yormur. Sənə rahatlıq verir. Allahu Akbar. Bax, Allahın kitabının dəyəri, ecazkarlığı budur, qardaşlar. Ona görə bu günləri yer üzündə olan kafirlər bugünə qədər 14 əsrdir onun mislində olan, heç ona yaxın olan bir şey tapıb gətirə bilməyiblər, qardaşlarım. Təsəvvür elə ki, Bibliya kitabının əsli yoxdur, orijinalı yoxdur. Kimsə deyə bilməz ki, Bibliyanın orijinalı var. Yox. 4 əsr, 5 əsr sonradan tələbələrinin tələbələri tərəfindən bir nəfər deyir, götürülüb, köçürülən, yazılan bir şeydir. O da ki, bugünə qədər 50 cürə təhrifə uğrayıb o kitab. Və yaxud da Tövratı götür, və yaxud da Zəburu götür. Amma Allahın kitabı belə deyil, qardaşlarım. Orijinalı da mövcuddur. Hansı ki, ben bu günləri bu videoda göstərəcəm, sizə baxın. Və bugünə qədər müsəlmanlar tərəfindən oxunur. Allaha həmd olsun.
Yəni yer üzündə belə bir kitab yoxdur. Buna bir yaxın durasa bir kitab. Ona görə Allah Taala bütün bəşəriyyətə buradan vızılatır ki, yəni bacarırsansa bir surə gətir. Yəni bu Quran-ı Kərimdə olan 114 surədən heç olmasa birini oxşayan bir dənə surə gətir. Bugünə qədər heç kəs eləyə bilmir. Allah Taala biraz da asanlaşdırır. Bacarırsınızsa bir dənə ayə gətirin. Bir dənə ayə. Onu da eləyə bilməyiblər. Allahu Ekber. Ona görə Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, zikri biz nazil etdik və biz də onu nə edəcəyik? Qoruyacaq. Biz də onu qiyamətə qədər qoruyacaq. Ona görə də bu kitab qorunan bir kitabdır, qardaşlar. Allahdandır və qiyamət günü də Allaha qayıdacaq. Yəni qayıdacaq Allaha nədir? Qiyamətə yaxın insanlar o kitabları açdıqları zaman o kitabın səhifələrini hamısını tərtəmiz görəcəklər. Quran Allah Taala'ya qaytarılacaq. İnsanların ağıllarından da belə çağırılacaq. Qalmayacaq. Allahu Ekber. Ondan sonra artıq yer üzündə nədir? Qiyamətin qopması, qiyamətin baş verməsi olacaqdır. Baxın, dəyərli dinləyicilər, bir neçə videodur. Çox maraqlı videolardır. İstədim ki, əlhamdülillah, dinləyicilər də bunları görsünlər, qeyd eləyin, paylaşın, bölüşün, qoy insanlar görsünlər, qoy insanlar bilsinlər ki, Allaha həmd olsun. Yəni, Allahın kitabı necə dəyərlidir, necə qiymətlidir. Ona görə müsəlmanlar yer üzündə Allahın kitabına hörmət ediblər, daima. Sovet İttifaqı vaxtı o kommunistlər müsəlmanları incidəndə, meçidləri bağlayanda, meçidləri yandıranda, dağdanda nənələrimiz, babalarımız o Quranı qucaqlayıb gətirib evdə gizlədirlər. Ki, kafirlər görməsinlər, öldürərlər onları. Yəni, bu kitabı bu cürünə dəyər verirlər. Ona görə də Allah Taala da, onun Peyğəmbəri də buyurur ki, bu kitaba yanaşdığın zaman, oxumaq istədiyin zaman dəstəmaz al. Sözsüz ki, bu ərəbcəsinə aiddir. Tərcümələrdə problem yoxdur, oxuya bilərsin. Amma ərəbcəni oxumaq istəyirsənsə dəstəmazda oxu. Bu hörmətdir kitaba. Bu Allahın kitabına verdiyin dəyərdir, qiymətdir müsəlmanlara. Baxın, dəyərli dinləyicilər. Перед вами фрагмент одного из самых древних экземпляров Корана. Он записан на пергаменте, тонко выделанной овечьей или козлиной шкуре. Deməli, ən qədim nüsxəsidir. Keçi dərisində, yəni perqament deyirlər, o vaxtı ağac qabığından və yaxud da hansı heyvan dərisindən aşılanandan sonra onun üzərində qeydlər aparırlar. Həmin o, orada yazılan bir Allahın ayətləridir. По мнению экспертов, этому манускрипту более 1300 лет. 1300 ildən çox yaşı var. Yəni, alimlər deyirlər ki, 1300 ildən çox yaşı var. А обнаружен он был в университете Бирмингема. This remarkable document had been... Deməli, İngiltərənin Birmingham muzeyində saxlanır və orada tapıblar. Orada necə tapıblar, indi deyəcək suallar. Этот уникальный документ десятки лет пролежал на полке университетской библиотеки. Yəni, illərlə, təsəvvür edirsiniz, qardaşlarım, illərlə həmin o muzeyin, yəni universitetin kitabxanasında, polkalarında qalıb. Yəni, heç kəs buna dəyər kimi belə baxmayıb da, deyiblər ki, nədir, kafirlər də atıblar, qalıb orada. Никто даже не догадывался, насколько он древний, пока исследователи не решили присмотреться к манускрипту повнимательней. Радиоуглеродный анализ страниц показал, что они датируются не позднее, чем 645 годом нашей. Allah 645-ci il, Hicri 645-ci il. Peyğəmbər sallallahu əleyhi və səlləm neçənci ildə dünyasında yaşayıb? 571, 632. Hə? Bu da 645-ci il. Yəni təsəvvür edin, qulaq asın, görün sonra nə deyəcək. Эры. Finding out that we had one of the oldest fragments of the Quran in the... Мы испытали фантастическое ощущение, когда поняли, что обнаружили древнейший в мире фрагмент Корана. Это стало потрясением и для меня лично, и для всего университета. Мы полагали, что это может быть ранний экземпляр, но даже помыслить не смели, что он был написан еще во времена самого пророка Мухаммеда. Манускрипт. Yəni, analiz aparıblar bu dərinin. Yəni, analiz nəticəsində biliblər ki, həqiqətən də bu 645-ci il. Lakin ondan da qabağa yazılıb. İndi deyəcəyim onu. Təsəvvür edin ki, qardaşlar, bunlar kafirlərdir. Yəni, kafirlərdir. Allah Taala onların əli ilə öz kitabını qoruyur. Subhanallah. Манускрипт хранился в коллекции ближневосточных документов, попавших в Бирмингем в 1920-е годы. 1920-ci illərdə gəlib düşüb ora, həmin o universitetə, Birmingham universitetinə. Ученые относят его к ранним годам ислама.
The person who actually wrote it Человек, написавший этот манускрипт, вполне мог видеть пророка Мохаммеда. Возможно, он встречался с ним или слушал его проповеди. Не исключено, что он мог знать его лично. in person. Yəni deyir ki, yəni bunu yazan Peyğəmbər sallallahu əleyhi və səlləmin şəxsən görən bir adam olub. Görüb onu, onun dərslərini dinləyib və qeydlər aparıb Allahın kitabını. Yəni bu deməkdir ki, sahabələrin əli ilə yazılıb. В отличие от христиан и иудеев, которые считают, что их священные тексты были написаны человеком, вдохновленным Богом, мусульмане верят, что Коран – это Слово Божье, продиктованное пророку Магомету. Такое различие означает, что критический анализ священных писаний становится чрезвычайно чувствительным вопросом, когда речь идет о Коране. И эта проблема усугубляется тем, что некоторые ученые, пытающиеся анализировать текст, это люди с Запада, не мусульмане. Способны ли они пролить новый свет на этот текст и его происхождение? В 1972 году, во время реставрации Великой мечети в городе Сана, столице Северного Йемена, рабочие 1972-ci ildə deyir Yəməndə məscid, köhnə bir dənə məscid, onun təmiri zamanı ora kartof saxlanılan bir yer oldu, oradan Quran-Kərim tapırlar, təsəvvür edin. обнаружили массу старых рукописей на чердаке между внутренней и внешней крышами. Все эти рукописи были набиты в 20 мешков для картошки, где они и остались бы, если бы не приехал спустя 7 лет доктор Герт Пуин, немецкий ученый. Təsəvvür edin, burada da, yəni Yəməndə tapılan bu Quran hissələri harasa 8-ci əsrə, 700-cü illərə aiddir. Və bu da kafirlər tərəfindən gəlir, neməs olur, gəlib onu tapır və başlayır o kitabı necə araşdırmağa. И специалист по Корану. Пуин сразу же понял всю важность находки. Он работал с командой местных помощников, разделяя ценные слои, и сделал 1000 фотографий. Четыре фрагмента сразу же привлекли внимание Пуина. Они содержали первую и последнюю главы Корана, и в отличие от других существующих версий Корана, они были иллюстрированы архитектурными чертежами мечетей. Чрезвычайно важный для установления их происхождения. Судя по рисункам, художественному и историческому наполнению, можно точно датировать этот Коран эпохой правления Аль-Валида, то есть где-то между 705 и 715 годами. Текст не передавался дословно. Коранические рукописи. Рукопись Коран Усманах. Burada qardaşlarım, deməli, Sankt-Peterburgda şəhərində Quranın hissəsidir. Özbekistandan gətirilib ora. Özbekistanda olan bir müsəlman bu kitabı qoruyub o vaxtı, Sovet vaxtında. Ondan sonra Əfqanistanın təzədən Özbekistan və sonra gəlib. Хранится в особых условиях, дотрагиваться до него, согласно требованиям хранения, можно только одев перчатки. Нияз Хазрат Сабиров специально приехал в Санкт-Петербург из Казани, чтобы исследовать древние коранические рукописи. Его поездка проходит в рамках съемок документального фильма про историю Корана. Мало кто знает, что Санкт-Петербург знаменит не только своими памятниками архитектуры, известными на весь мир музеями, особым историческим духом и статусом культурной столицы России. Питер имеет богатую кораническую историю. В книгохранилищах этого города находится... Думают, что Коран – это слова пророка Мухаммада. Коран – это священная книга. В странах Коран распространялся только в рукописных вариантах. Полагают, что он был создан примерно через 100 лет после смерти пророка Мухаммеда. Первоначально суры отделялись между собой просто пустым пространством. Название сур и число аятов, которые сейчас стоят в начале каждой суры, придуманы людьми. Приблизительно через 50 лет после того, как эта рукопись была создана, кто-то зарисовал вот эти пустые места орнаментом и добавил, видите, уже другим почерком. Написано «сура», которую мы с вами легко можем прочесть. Да. Значит, добавил сюда название сур и число аятов. Доктор исторических наук, арабист, исламовед Ефим Резван много лет занимается изучением Корана Усмана. Ученый даже написал книгу, где детально разбирает священный первосписок. Здесь нет точек и запятых, и главное, отсутствуют огласовки, то есть специальные значки внизу или наверху буквы. Кстати, прочитать ее человек нынешнего... Elhamdülillah qardaşlarım. Yəni
istədim ki, bu videoları sizə də göstərim ki, yəni qoy qalsın. Elhamdülillah. Yəni bunlar hamısı dəlillər və sübutlar. Hətta bunlar olmasa da belə biz yenə də Allahın kitabına iman gətirmişik. Elhamdülillah. Allah Subhanahu dua edirəm ki, Allah Taala bizi bu kitabdan heç bir ayırmasın. Daima o kitabı oxuyan, o ilə yaşayan və əməl edən qullarına etsin. Allah'a emanet olun. Esselamu aleyküm və rahmetullahi və berekatuhu.